Salamlayıram Qoca Sinyoranın ən çox qol vuran oyunçusu Qəmbər. Qəmbər, ilk öncə sənə komandana uğurlar arzu edirəm. Rəqib komanda Xətai komandasıdır. Çox güclü heyətə malikdir. İlk öncə öz komandan haqqında və rəqib komanda haqqında məlumat verərsən. Buyur. Valla rəqib komanda demək olar ki, yarısından çoxunu tanıyırıq, dostumuzdur, qardaşlarımızdır. Futboldur. Futbolda Türkiyə demişik, hak edən kazansın. Öz komandamızda maşallah sağlar canavardılar. Gəliblər, bunu görək, futboldur. Nə olacaq? Onu axırda biləcəyik. Uğurlar, sağ ol. Sağ ol. Salamlayıram Xətai komandasının ən yaxşı oyunçularından Sənani. Sənani, sənin komandana uğurlar arzu edirəm. Rəqib komanda Qoca Sinyora komandasıdır. Rəqibi analiz etmişsiniz çox güman. Rəqibdə güclü oyunçular çoxdur. Buyur, fikirlərini bölüş bizlərlə. Çox sağ olun qardaş. Mən sizi salamlayıram. Təşkilatçıya öz təşəkkürümü bildirirəm. Əziyyətli insan hər bir təşəkkürümü bildirirəm. Çox gözəl bir çempionat gedir. Yəni hamıya tövsiyə edirəm ki, bu çempionatda iştirak etsinlər. Xətai komandası qrupdan çıxır. Rəqibimizlə inşallah Gözəl komandasından biz bu gün oynayacağıq. 4-1-in ilk oyunu. Yarım final üzrə ilk oyunu. Bəli. İnşallah futbol bəxti kimi gətirəsə qalib olar. Gözəl bir futbol olacaq. Sağ olun, uğurlar. Salamlayırıq sizləri əziz izləyicilər. 4-1 mərhələsinin 4-cü oyunu, son oyun. Xətai komandası ilə Qoca Sinyora komandası qarşılaşır. Təşkilatçı mən Fərid Məmmədov. Şərhçini isə mən Mirceyhun Mənsimovdur. Topu ilk öncə Qoca Sinyora komandası rəqibə başlayır. İlk öncə sizə heyətləri açıqlayacağım. Qoca Sinyora, kapitan, 22 nömrəli Rüstəmli Qələndər, 9 nömrəli oyuncu Rəsulov Salih, 8 nömrəli oyuncu Bağırov İlkin, 5 nömrəli oyuncu Alməmmədov Elşən, 17 nömrəli oyuncu Qəmbərov Qəmbər, 19 nömrəli oyuncu Hüseynov Fuad, 1 nömrəli qapçı Əliyev İlkin. İndi isə sizə Xətai komandasının heyətlərini açıqlayacağım. Kapitan Bədəlov Nizami 10 nömrəli oyuncudur, qeyd edim. 11 nömrəli oyuncu Abdiyev Sənani, 17 nömrəli oyuncu İsayev Yunis, 77 nömrəli oyuncu Hacıyev Elşad, 7 nömrəli oyuncu Salmanov Vüsal, qapçı Novruzov Bayram, 8 nömrəli oyuncu Hüseynli Şahməddin və top Qoca Sinyora komandasındadır. Qeyd etmək lazımdır ki, Qoca Sinyora komandası heç məğlub olmayıb, heç nəsə olub, amma heç vaxt məğlub olmayan komandadır. Həqiqətən də Xətai komandası bu gün heç də rahat oyun görsə də bilməyəcək, rəqib məğlub edilməz komandadır. Baxaq, necə qarşılaşma olacaq bu gün. Çox maraqlıdır. Qeyd edək ki, Xətai komandası da heyətləri zəngindir. Bu gün oyunda Sənani, Abdiyev, Bədəlov, Nizamini görürük və Şahməddin də buradadır. Qapıda da qeyd edək ki, Bayram var. Baxaq, necə olacaq. Elşaddadır top. Elşad sıyrıldı. 2 nəfərlə mübarizə aparır. Heç nə yoxdur. Salih topu götürür. Nə edəcək? İrəliyir. Heç nə yoxdur. Və alt qazanır Xətai komandası. Topu tez yerinə yetirdilər. Vüsal geriyə qapçı Bayramla oynayır. Bayramdan bir də Vüsala pas. Yunis
Spiker qardaşım oyundadır bu gün. Ona uğurlar arzu edirəm. Həmişə o şərh edir, amma isə bu gün o oyundadır. Top ilkindədir. İlkin baxır, tələsmir. Silahı dəyişdi, Fuad. Salihə pas. Salih qazanır və Qələndər kapitandan qüvvətli zərbə görür. Qələndər bu gün əsas heyətdə çıxış edir. Baxaq, nə edəcək kapitan bu gün? Hələ ki, Qəmbər oyunda yoxdur. Çıxmayıb. Top meydandadır. İlkin geriyə oynadı. Fuad qapıcı ilə oynayır. İlkindən pas. Salih və bəli. Topu da oynamışdır. Sağ cərmə zərbəsi. Salih topu yerinə yetirəcək. Topu buraxdı Fuada. Fərd Məmmədov sayır. Top yerinə yetirildi. Salih. Gözəl pressing gördük. Topu oğurladılar. Zərbə dirək. Oy oy oy. İlk təhlükəli zərbə gördük. Salih. Salih nə edəcək? Top amma Salihin özündən meydanı tərk edir. Susal. Baxır, uzun bir pas. Amma heç kim yoxdur. Alt qazanır Qoca Sinyora komandası. İlkin topu yerinə yetirəcək. Geriyə pas İlkin. İlkin gözəl topu uzaqlaşdırır. Elşad geriyə oynadı. Bayram. Pas dəqiq olmadı. Və Qələndər yaxşı fikirləşmişdi, amma qapıcı Bayramdır. Bayram elə topları dəf etməyə çox rahatdır. Elşad geriyə oynayır Bayram. Biraz da dəqiq. Qapıcı Bayram topu uzaqlaşdırır. Şahməddin topu qəbul etdi, amma itirir. Uğurladı. 2-nin 1-ə Elşad. Nə edəcək? Elşad və topu itirir. Top meydanı tərk etmişdi. Fərd Məmmədov görürdü. Qapıdan zərbə bildirir. Fuad. Fuaddan uzun bir pas. Keçmir. Şahməddin qarşıladı başla. Elşadın pası dəqiq olmadı. Elçin gözləyir. Bayram. Qayıt, mərkəzə kimi qayıt, çoxsuz orada. Bəli. Tələmə var idi. Bu salamane oldu Salih. Tez yerinə yetirildi. Sənani'nin pası keçmir. Zərbəsi də dəqiq olmadı. Fuad. Uzun bir pas. Bəli, Yunis mane olurdu. Bugün Yunis sanki Salihə yapışıb, ona qoymur ki, rahat hərəkət etsin. Qətay komandası Salihi analiz edib, deyərdim. Cərmə zərbəsi, topun başında Fuad var, önündə bir canlı səd var, Sənanidir o. Fuadın zərbəsi dəqiq olmur. Qapıcı Bayram topu yerinə yetirəcək. Artıq Qəmbəri oyunda görürük. İlkin gözəl uğurladı. Heç nə yox. Bəli. Topa sərt gəlmişdi və yerdə qaldı İlkin. Sərt oynayır. Elşad. Uzun bir pas. Top Salihdən tərk edir. Qabağda işləyən kimdir, çıxsın da buranı. Bayram.
Elşad və pressing var idi Salihdən. Risk etmədi Elşad. İlkin. Gözəl pas etsinə. Oy oy oy. Bayram. Yerlə pası Vüsal. Vüsaldan Sənaniyə pas. Sənani itirməyib. Cinahı dəyişmək istəyirdi. Vüsal var yanında. Bəli, cərimə zərbəsi bildirir. Top xətayindir. Vüsal topun başındadır. Cinahı dəyişdi. Yox, Fərid Məmmədov deyir ki, geridən başlamaq lazımdır. Vüsal. Vüsal. Yunis irəliyir. Qəmbərlə mübarizəsi var. Yunis. Salihdədir top. Topu uğurlaya biləcəklərmi? Top Salihdə meydanı tərk edir. Cərimə zərbəsi bildirir Fərid Məmmədov. Sənani ona toxundu və itələdi. Fuad. Paslı verdi. Salihin zərbəsi blok gəlir. Qeyd edək ki, çox maraqlıdır. Gözəl mübarizə görürük. 11-ci dəqiqədir və hələ də komandalar qol vura bilməyib. Qəmbərin zərbəsi dirək. Qəmbər. İlk top gəlmişdi ona və gözəl zərbə vurdu. Amma qapı diri xilas etdik Xətai komandasını. Artı Qoza Senior komandası yerinə yetirəcək. Qəmbərdən pas Elçinə. Elçin sıyrılır. Pasını verdi. İlkin. Az qalmışdı. Bayram. İyi fikirləşin oyna da. Uzun bir pas. Top tora deyir. Out kazanır. Qoza Senior komandası. Salih topu yerinə yetirəcək. Cinahı dəyişir. Fuad topu qəbul etdi. Önü boşluğu irəliyir. Qapçı ilə üzbəyizdir, amma pas verə bilmir. Qapçı yerdə qalır. Zədələndi. Cərimə zərbəsi yerinə yetirildi. Elşad. Uzun bir pas, amma gözləmirdi Sənani topu. Elşən. Fuaddan geriyə pas İlkin. Elşən. Salih topa çata bilmir və top meydanı tərk edir. İkimiz də qalmayın ha qabaqda. Bir nəfər qayıtsın. Bir nəfər o mərkəzə kimi qayıtsın. Elşad qapçı Bayramla oynadı. Bayramdan uzun bir pas. Sənani. Bəli, itələmişdi Elşəni. Salihdədir top. Yanında İlkin var, amma cinahı dəyişir. Top Vüsaldan meydanı tərk edir. Fuad. Fuad baxır, Salihlə oynadı. Salihdən geriyə pas. Salih topu qəbul edir. Elşad gözəl uğurladı ondan topu. Elşadın zərbəsinə blok qoyulur İlkin. Elşad müdafiədən gələrək zərbə vurdu, amma İlkin müdafiədə dəqiq idi. Out yerinə yetiriləcək. Sənani. Bəli, Xətai komandası cərimə zərbəsinin yerinə yetiriləcək. Xətai komandasında Elşad qırmızı vərəqə ilə meydanı tərk etdi.
Sənaninin zərbəsi qapıdan aralı keçir, amma təhlükəli bir zərbə idi. Qapıcı İlkin Eyşənlə oynayır. Qeyd edək ki, Salih də sarı vərəqə gördü. Qəmbər pasını verir Fuada, amma topu oğurladı Vüsal. Bəli, out qazanır Xətai komandasının. Xətai komandasındır, bildirir Fərd Məmmədov. Yunus geriyə oynadı, Bayram. Vüsal. Nizami. Vüsal topu itirdi, Salih. Şahmurad topu oğurladı ondan. Şahmurad. Top Sənaniyə gəlir. Hər iki komandada top itkiləri var. Sənani irəliləyir, zərbə olacaqmı? Zərbəsi out qazanır Sənani. Topla gözəl mübarizə. Top Salihdən tərk edir meydanı. Nizami pas istəyir. Sənani gözəl sıyrıldı. İki oyuncudan sıyrılır. Bayram Xətai ilə oynayır. Nizami ilə oynayır. Nizami zərbə vuracaqmı? Yox. Bəli, timeout bitdi. Nizami Bədəlov sarı kart görür. İlkin topu yerinə yetirəcək. Yanında Eyşən var. Eyşənlə oynayır. Eyşən baxır. İrəlilədi, pasını verdi. Qəmbərdən Salihə pas. Salihin zərbəsi blok qoyuldu və 200-dən zərbə. Qəmbər topu yerinə yetirəcək. Baxır önə. Pasını verdi. Salihin zərbəsi. Yox, Fuadın zərbəsi idi bu, qeyd edim. Bayramdadır top. Bayram Şahmuradla oynayır. Şahmurad irəliləyir. Sıyrılır. Pasını da verdi Sənani, amma Sənani topu itirdi. Eyşandan pas. Top çıxmayıb. İlkinə gəlir top. İlkin topu uzaqlaşdırır. Sənanidədir top. Sənani gözəl hərəkətlər görürük. Çox sürətlidir bu oyuncu, qeyd edək. Oyundan öncə də müsahibə verdi. Komandasına çox inanır bu gün. Yunus pası, amma Sənani qəbul edə bilmir. Qeyd edək ki, Elşadın olmamağı Xətai komandasına çox ziyanı olacaq. Baxaq, Qoca Sinyora komandası bundan istifadə edə biləcəkmi? Qəmbər cinahı dəyişdi, Fuad. Fuaddan İlkinə pas. İlkin Qəmbərlə oynayır. Qəmbər və Nizami qarşısına alır. Qəmbər geriyə oynadı, İlkin. Eyşən. Fuad uğurladı Vüsal topu onlardan. Pasını da verdi. Şahmuraddan meydanı top tərk edir. Topu düzgün yerinə yetirmədi Eyşən. Xətai komandası yerinə yetirəcək. Sənani baxır. Kimlə oynayacaq? Pasını verdi Vüsal. Sənani. Sənanidən gözəl hərəkətlər. Bəli. Fuad əli ilə dartdı. Görürdü Fərd Məmmədov. Cərimə zərbəsi təhlükəli ola bilər. Baxaq, Xətai komandasının ev tapşırığı varmı? Birbaşa zərbəmi yoxsa pas mı görəcəyik? Qapıcı İlkin canlı səddi qurur. 2 nəfər var canlı səddə. Vüsal nə edəcək? Qüvvətli zərbəsi yox. Sənani idi bu. Canlı sədd topu uzaqlaşdırdı. Pası dəqiq olmadı Sənaninin. İlkin. Elçinlə oynayır. Elçin sıyrıldı, amma top Nizamiyə gəldi. Sənani. Sənani gözləyir. Nizami ilə oynadı. Nizamidən pas dəqiq olmadı. Elçindən pas İlkinə. İlkinin zərbəsi Bayram.
Elçin oynadı. Fuaddan qüvvətli zərbə. Nizamidən top çıxır. Elşən. Fuad. Geriyə qapısı ilə oynayır. İlkin. İlkindən uzun bir pas. Salih qəbul edir topu. 4-ün 3-ədilər. Elçin. Yenə Salihlə oynayır. Salihin zərbəsi toxunuş var idi. Bəli, Nizami Bədəlovdan meydanı tərk etdi top. Qeyd edək ki, çox maraqlıdır. 20-ci dəqiqədir. Hələ də qol yoxdur. Fuad oynadı. İlkin topu itirir Sənani. Sənani nə edəcək? Baxır. Uzun bir pası sala amma dəqiq olmadı. Qapıdan zərbə olacaq. Elşən qapısı ilə oynayır. Elşən. Salih. Salih baxır. İlkin. Düzgün yerinə yetirilmədi cərimə. Geridən başlanmalıdır. Elşən. İlkin. İlkindən Elşənə pas. Elşən pası dəqiq vermədi. Nizami irəliləyir. Topu saxladı amma itirir. Salih uğurladı ondan topu. Salih pasını verir. Fuadın zərbəsi Bayram. Elçin zərbə yenə Bayram. 2 save gördük Bayramdan ardarda. Elşən pası biraz dəqiq olmadı. Top meydanı tərk etdi. Yunus Şahməddinlə oynadı. Uzun bir pas. Ama ilkindi. Vüsal da pressing edir. Toplam varsa Vüsal qoymadı. Top çıxsın. Salih zərbəsi Şahməddindən meydanı tərk edir. Gücdən zərbə gələcək. Elçin topu yerinə yetirəcək. Salih bırakır ama Vüsal'a gəlir top. Zərbə İlkin blok qoyur. Topu qoymur ki qapısına gəlsin. İlkin həqiqətən də müdafiədə bu gün gözəl oynayır. Zərbə dəqiq olmadı və birinci hissə bununla da bitir. İkinci hissədə sizlərlə olacağıq. İkinci hissədə sizlərləyik. Qoca Sinyora komandası. Yox, Xətai komandası topu yerinə yetirdi və Qoca Sinyora komandasına topu verir. Fuad. Fuad cinayı dəyişdi İlkin. İlkindən uzun bir pas. Qəmbər az qalsın. Toxunurdu ama kapitan. Önüm boş idi. Bayram Nizami ilə oynadı ama Nizami top saxlaya bilmir. Top meydana çıxmayıb Elçin ama topu saxlaya bilmir. Çatmışdı topa. Bayram baxır önə doğru. Pasını verdi Vüsal. 3-ün 2-yədir. Pasını verdi Şahməddin. Şahməddin neydir? Out kazanır Xətai komandası. Yunus tələsir. Şahməddin də oynadı. Uzun bir pas. Sənani yox. Uğurladı Elçin topu ondan. Şahməddin köməyə gəldi və səhvini düzəltdi Sənaninin. Sənani irəliləyir. Pas verəcəkmi? Zərbəmi? Zərbəyə blok qoyuldu. Vüsalın zərbəsi qapçı. İlkin. Vüsal. Bəli, cərimə. Artıq ikinci dəfədir Fuad oyunçunu tutur. Sarı kart verir Fərdi Məmmədov. Canlı səd quruldu. Ev tapşırığı görəcəyik çox güman. Nizami topun başında varsa nəsə fikirləşib. Pasını verdi. Sənani uca zərbə vura bilmir. Qəmbər irəliləyir. Qabağında Elçin var. Pasını verdi Elçinə. Elçin pası. Yunus topu uzaqlaşdırır. 2 oyuncu da yerdə qalır. Və Fərdi Məmmədov üstünlük prinsipinə əməl edir.
Top Qoca Sinyora komandasına verilir. Heç nə yoxdur, oyuncular zədələnmədi. Qələndər kapitan. Sıyrılmaq istəyirdi amma Şahməddin qoymur. Burada bar da mənəm, şah da mənəm. Şahməddin Qəmbər uğurlayır topu. Sıyrıldı da iki oyuncudan. Qəmbər pasını verir Elçin. Pas geçmədi. Nizami Bədəlov oxudu bu pası. Qələndərdən gözəl hərəkətlər zərbəsində vurur amma dəqiq olmur. Bəli, gücdən zərbə. Top dəymişdi Vüsala. Fuad uzun pas. Şahməddin səhv edir. Qələndərin zərbəsinə blok gəlir Yunisdən. Bir daha gün zərbəsi görəcəyik. Sağ pasını verdi. Şahməddin topu uzaqlaşdırır. Sənanidən uğurladılar amma top yenə də Xətai komandasındadır. Vüsal, Sənaninin pası dəqiq olmadı. Fuad oxudu bunu. Qələndər top Sənanidən meydanı tərk edir. Out. Out yerinə yetiriləcək. Out Fuad, ola. Bir. Fuaddan uzun bir pas. Yunis müdafiədə gözəl oynayır. Şahməddin pası dəqiq olmadı amma. Bir. Yanında İlkin var, kimlə oynayacaq. Cinahı dəyişir amma pas dəqiq olmadı. Vüsal. Vüsal pasını verdi Sənani. Pasını verir, Vüsalın zərbəsinə blok gəlir Qəmbərdən. Gücdən zərbə. Vüsal baxır. Uzun bir pas, başla zərbə Sənanidən. Dəqiq olmadı. Çox maraqlıdır. Heç belə bir oyun olmayıb. İkinci hissədir artıq. Hələ də qol yoxdur. Fuad dəqiq olmadı. Pressing bəhrəsini verdi. Vüsal. Ara pası Nizami'nin önü boşluğu. Nizami'nin zərbəsinə ilkin blok qoyur. Nizami pasını verdi amma Şahməddin sevindirə bilmir komandasını. Əsl 4-1 mərhələsinə uyğun oyun görürük. Çox gözəl mübarizə edir. Uzun bir pas, top qapçıya gəlir. Amma qapçı ilkin yerindədir. Yox, Bayram yerindədir. Sənani pasını verdi. Nizami'dən Sənaniyə pas. Sənani gözləyir. Vüsal topa çatmışdı az qala. Out. Geriyə oynadı Nizami. Nizami'dən pas Vüsala. Vüsal nə edəcək və out qazanır Vüsal. Şahməddin topu uzaqlaşdırır ilkin. Yunis baxır. Qapısı ilə oynadı Bayram. Sənani gözəl qəbul edir. Şahməddin irəliyir. Çata biləcəkmi? Yox. Çata bilmir. Fuad. Bəli, çabukluq var idi. Qoca Sinyora komandası cərimə qazanır. Fuad baxır önə. Çox güman qapısı ilə oynayacaqmı? Yox, uzun bir pas. Elçinin başla toxunuşu qapıcıya gəlir. Bayram uzun bir pas. Sənani qəbul edir. Şahməddin də oradadır və ilkin dəqiq oynadı və out qazandı. Geriyə Fuadla oynayır. Qələndər pasını verdi. İlkindən uzun pas. Bayram oxudu bu pası. Qəmbər qapı boşluq. Qəmbərin zərbəsi. Dəqiq olmur. Toxunuş var idimi? Fərid Məmmədov bildirir ki, yox. Qapıdan zərbə. Bayram Vüsalla oynadı. Vüsal sıyrıldı və pasını verdi. Şahməddin irəliləyir.
Vüsal. Geriye oynadı Nizami. Nizami ne edecek? Vüsal. Önü boşdu Vüsal'ın. Pasını verdi Şahmettin'den Sənaniyə pas. Dokunuş var idi ve kücdən zərbə. Vüsal pasını verdi Sənaniyə amma qəbul edəmədilər. Əks hücum olacaq. Salihdən pas. Qapçı ilə üzbəyizdi Fuad. Fuad sıyrılır Yunis. Şərhçi qardaşım boş qapıdan topu uzaqlaşdırdı və kücdən zərbə qazanır Qoca Senior komandası. Elçin topu qəbul etdi. Sıyrılacaq mı? Yox. Sənani ona mane oldu və qapıdan zərbə bildirir Fərid Məmmədov. Bayram Sənani ilə oynamışdı amma Sənani qəbul edə bilmədi. Salih və yerdə qalır Salih. Cərimə zərbəsi qazanır Salih. Çox güman özü zərbə vuracaq. Bayram 2 canlı sət istəyir oyuncularından. Yox, Nizamidir tək. Bir canlı sət quruldu. Salihin zərbəsi və canlı sətdə dəyir. İlkindən pas Salih. Salih uzun bir pas edir. Yunis topu başla uzaqlaşdırdı və out qazanır Qoca Senior komandası. Fuad Elçin'le oynadı. Bir daha Fuad. Fuad nə edəcək? Yunis yapışıb ona qoymur ki nəsə etsin. Salih mane oldu. Elçin topu götürür. Salih. Salih yıxıldı amma yenə də qalxdı. İrəliyir. Zərbəsi Bayram. Təhlükəli oyun idi, bəli. Bayram topu yerine yetirəcək. Hakim də sayır. Nizami. Nizami səhv edir amma qapıcı Bayram. Topu götürür və qaçır, səhv etdi. Qapı boşdu. Salih çatacaq mı? Bəli çatdı. Nə edəcəklər? Salih pasını verir və oy oy oy. Kapitan Qələndər. Nəyi qaçırdırsan? Salih. Uzun bir pas. Fuadın önü boşdu. Yox. Bağladılar tez. Vüsal az qalsın oğurlayırdı amma Fuad axıra kimi varsa və formasını artır. Sarı vərəqəsi var idi Fuadın amma Fərid Məmmədov cəzalandırmır onu. Davam deyir. Vüsal. Sənani. Yəni baxır kimlə oynayacaq. Şahmətinə pas gəlmir. Out. Şakodan pas. Vüsal çata bilmədi. Elçin. Salih. Geriyə qapçı ilkinlə oynadı. Eyşən. Salih. Salih irəliyir. İrəlilədi qüvvətli zərbə. Vüsal. İrəliyir. Pasını verdi amma Eyşən dəqiq oynadı müdafiədə. Nizami. Pası keçmir. Elçin qarşıladı. Sənani. Vüsal. Yunis'le oynayır. Yunis kapitan. Qələndərlə mübarizəsi Yunis'in. Qələndər qalib qazanır. Pasını verdi için amma top əlinə dəymişdi Elçinin. Nizami uzun bir pası
Qələndər topu uzaqlaşdırır. Xətai komandasının out. Sənani sıyrıla bilmədi. Salih irəliləyir. Top üstündə mübarizə, amma Xətai komandasındır deyir Fərdi Məmmədov. Salih pasını verdi Eşən. Eşən pas vermişdi, amma Nizami Bədəlov ona mane oldu. Həqiqətən də agresiya çoxdur oyunda. Bunun da səbəbi hələ də qol yoxdur. Baxaq, kim vuracaq ilk qolu? İlk qolu vuran komanda məncə elə qalib qazanacaq. Baxaq, kimdir bu? Hansı komandadır? Hansı oyuncu qol vuracaq? Hər iki tərəfdə də qol vuran oyuncular var, amma hər iki komanda da ehtiyatla oynayır. Top Sənaninin qabağına gəlir, amma qapıcı oxuyaraq tez önə gəldi. Uzun bir pas, amma top tora dəyir. Out yerinə yetiriləcək. Geriyə oynadılar. Nizami sıyrıldı. Zərbəsi qapıdan aralı keçir. Yusifdən ilkindən Elçinə pas. Nizami topu rahat qəbul edən bir Eşən pası, Qəmbər və qapıcı Bayram. Vüsal sıyrıldı. Vüsal pasını verdi Sənani. Sənaninin yanında Nizami var, amma Sənani gözəl sıyrıldı ondan. Hələ də irəliləyir topla. Pasını verdi, amma topu Eşən uzaqlaşdırır. Top qapıcı Bayrama gəlir. Uzun bir pas, əllə Eşən başla uzaqlaşdırdı. Və qapıdan zərbə. Nizami geriyə qapısı ilə oynadı bir daha. Bayram riskli hərəkətlər görür Bayramdan. Pasını verdi Nizami. İrəliləyir. Nə edəcək? Pası Şahməddin qapıcı ilə üzbəyizdi. Nə oldu burada? Qapıcı ilkin. Çətin də olsa topu götürür. Sədələnir ilkin. Qapıcı topu yerinə yetirdi. İlkin Elçinlə oynayır. Eşən, Qəmbər, Elçin. Bir daha Qəmbər. Gözəl ara pası, Eşən pası. Oy oy oy. Artıq neçənci dəfədir ki, Qoca Sinyora komandası belə hücumları qaçırdır. Amma Xətai komandasında belə epizodlar yoxdur. Baxaq, necə olacaq? 38-ci dəqiqə və hələ də qol yoxdur. Çox maraqlıdır. Topu uğurlayır Qələndər. Qələndərin zərbəsi. Bayram. Önündə Qəmbər var. Mane olur ona. Şahməddin gözləmədi və out. Qoca Sinyoranındır. Top çıxmayıb. İlkin. İrəliləyir. Out qazanır. Xətai komandası. Top tez yerinə yetirildi. Bir daha out. Qəmbər. Qəmbər pasını verdi. Qələndərin pası keçmir. Qapıcıya gəlir top. Bayram. Riskli hərəkətlər itirmədi. Sənani. Bəli, cərimə. Düz Fərid Məmmədovun gözünün önündə idi. Sənani Şako ilə oynadı. Pas bərk oldu.
İlkin, Qələndər. İki kapitan mübarizəsini görürük. Amma Qəmbərə top gəlmir. Çata bilmir ona. Şahməddin. Pasını verdi Vüsal. Nizami topu qəbul etdi amma dəqiq ola bilmədi. Şahməddin. Pasını verdi Vüsal. Evet, cərimə, bəli. Qəmbər arxadan itələdi onu. Oyun başlanılıb amma oyuncular hələ də gözləyirlər. Çox maraqlıdır. Qırğın mübarizə görürük bu oyunda. Kapitan Qələndər tək qalıb amma qazandı topu. İtirməyib. Ne edəcək? Pasını da verdi. Qəmbər pas verdi amma Elşən. Vüsal əks-tutum Şahməddindən Vüsala. Vüsal pas verdi. Zərbə vurmaq lazım idi ay Vüsal. İlkin. Elşənlə oynadı. Elşən topu uzaqlaşdırır. Sənaniyə gəlir top. Hər iki komanda yorulub, hiss olunur. Qəmbər, Yunis'in mübarizəsi. Yunis qalib gəldi. Qəmbərdən pas. Elşənin zərbəsi. Dəqiq olmur. Timeout götürür Qoca Sinyora komandası. Timeout bitir. Qapçı topu yerinə yetirdi. Nizami geriyə oynadı. Bayram gözləyir. Nizami nə edəcək? Salih gözəl mübarizəsi, pasını verdi. Qəmbər və Bayram. Bayrama əhsən düşür bu gün. Uzun bir pas. Salih'e gəlmir. Salih komanda yoldaşlarına əsəbidir. Nəyi qaçırdırsınız deyir. Vüsal irəliləyir. Pasını verdi amma Elçin. Qarşısını alır Vüsal. Pas keçmədi. Top yenə də Vüsaldadır. Sənani qapçı için. Qapçılar bu gün hələ də top buraxmayıb. Qapılarını toxunmaz saxlayıblar. Vüsal. Pasını verdi Nizami. Bayram. Bir daha Nizami ile oynayır. Nizami qapçı ile oynuyor. Bayram Nizami ile oynadı. Nizami pasını verdi Şahməddindən uzun bir pas. İlkinə gəlir top. Cinah dəyişildi. Elçin qapçı ilə İlkinlə oynayır. Uzun bir pas. Cərimə zərbəsi yerinə yetiriləcək. Bəli, oyun bitir. Hesab 0-0 oldu. Çox maraqlı qarşılaşma idi. Şərtiniz mənim Mircəyov Vəsibov idi. Sağ olun.